Salam. Cənab Prezidentimizə buradan səslənirəm. Bir hərbiçi qardaş olaraq Prezident administrasiyasına məni qəbul eləsinlər, bu hərbiçinin valideynlərin, ailəsinin, uşağın. 20-ci il müharibəsi, 2-ci Vətən müharibəsinin iştirakçısı Cənab Prezidentimizin göstərişi ilə, əmri ilə lokal tipli antiterror əməliyyatın iştirakçısı olan, orada yaralanan, Xankəndinin alınması uğrunda gedən döyüşlərdə yaralanan hərbiçinin həyatı bax bu gündədir, bu vəziyyətdədir. Bu vəziyyətdədir Cənab Prezident. Saatlı rayon icra başçısına dəfələrlə müraciət olunub bu barədə. Bax, suyun rənginə baxın, görün neçə vaxtdır bu zinə buradadır. Saatlı rayon icra başçısına dəfələrlə müraciət olunmağına baxmayaraq heç bir tədbir də görülməyib. Heç bir tədbir görülməyib bugünkü günə qədər. Yəni, bax, bu vəziyyətdədir bu həyət baza. Həyətdə gəzə bilmirlər. Heyvanlar suyun içində qalıb. Ot tayası suyun içində qalıb. Heç olmasa bu hərbisiyə qiymət qoysunlar. Bizim də həyətimiz hamısı pis gündədir. Yəni